izləyicilərimiz, yeni videoda xoş gördük sizləri. Gəlmişəm çox qəşəng ab-hava ilə sizlərə mini şirin bir ev təqdim eləməyə. Sözün əsl mənasında şirindir. Hal-hazırda Mərdəkanın Qızılqum Bağları deyilən ərazisindəyik. Yeni Qoşaqala restoranının yaxınlığındadır bura. 2 sotun içindədir. Giriş hissədə avtomobil üçün yeriniz var. Belə mini bir hovuzunuz var. Hovuzdan sonra duş ala biləcəyiniz yeri və evi tam dövr eləmək mümkündür. Evi tam olaraq, yəni iki tərəfdən girişi var evin və üzü belə qəşəng şirin güllərlə, sarmaşıqlarla bəzədili, dizayn olunub. İndi isə istəyirəm gedək proyektlə tanış olaq, görək evin içi necədir. Daxil olduq evin içinə, dəyərli izləyicilərimiz, belə qəşəng bizi bir hol qarşıladı. İlk öncə istəyirəm daxil olaq, mətbəx və qonaq otağını göstərək. Burada belə qəşəng mini mətbəx mebeli yığılıb. Burada bir qapı var. Qısa videoda bunu göstərməmişdim, amma indi istəyirəm göstərək. Buradan görüm hara getmək olur. Evin arxa tərəfidir bura. Göstərməsək də olar. Belə. İndi gedək. Burada da qonaq otağımız var. Çox qəşəng, işıqlı, belə havası bol, belə deyim də, çox qəşəng bir havası var. Buradan belə cam balkon kimidir, açıb bağlaya da bilərsiniz. Döşəmə qranit və isti döşəmədir. Dizaynda çox möhtəşəmdir. Divardakı siz aksesuarlara, şəkillərə falan baxın, necə gözəldir. Doğrudan da zövqlüdür. Gedək indi əsas məsələyə. Burada amma birinci sanitar qovşağını göstərək. Yəni ev yəsi əgər özü buranın dizaynı versə çox zövqlü bir insandır deyə bilərəm. İndi həmən yanında bu yataq otağını görəndən sonra nə dediyimi anlayacaqsınız. Həqiqətən də çox qəşəng bir boho stilində birinci yataq otağı var. Buradan belə həyətə görüntüsü də var. İndi isə qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 2 dənə yataq otağı var. Onlarla da tanış olaq. Gəldik ikinci mərtəbəyə. Evin ümumi sahəsini qeyd edim ki, 130 kvadratdır. Daxil olan kimi burada növbəti belə qəşəng bir yataq otağı var. Özünün sanitar qovşağı var və eyvanı var. İlk öncə onları da qeyd edim. Əşyaları var. Sadəcə öz şəxsi əşyalarınızı götürərək gəlirsiniz, əziz izləyicilərimiz. Buradan sanitar qovşağını göstərdik. Həyəti də göstərək. Çox qəşəng, mini bir evdir. Burada da növbəti bir yataq otağı. Bunun da əşyaları hamısı hazır vəziyyətdədir. İndi isə gələk əsas məsələyə, bəs qiymət nə qədərdir? Məncə hər birimiz bunu gözləyirik. Qiyməti start olaraq 268.000 manatdır. Təbii ki, indirimimiz olacaq hər zaman dediyim kimi. Amma siz nə edirsiniz? Rüfət Aynuru hər yerdə izləməyə alırsınız. İstər Instagram, TikTok, YouTube. Hər yerdə izləməyə alırsınız və biz də sizə gözəl-gözəl indirimlər eləyirik. Növbəti videolarda da görüşərik. Hələlik.